Bülleten vərəqələri tarixə qovuşmaq üzrədir. Artıq bir müddətdir elektron xəstəlik vərəqələrinə dair məlumatların vahid elektron reyestrdə birləşdirilməsi istiqamətində işlər öz axarı ilə davam edir. Ənənəvi kağız vərəqələrin itib batmasından şikayət edənlərlə yanaşı elektron sistemə keçidin tərəfdarı olanlar da var. Lakin vətəndaşlar hazırki vəziyyətdə istifadəyə verilən elektron sistemdə xəstəliklərinə dair vərəq ala bilmədiklərini, problemlərlə üzləşdiklərini qeyd edirlər. İstənilən halda bu çox sadə formada həll olmalıdır. Bu arayış məsələsi. Nədir bunu elektrona keçir, nə bilir. Çox adam işlədə bilmir. Bilmir hansı düyməni bassın, nə tərk eləsin. Bu elektron xidmət mən çox müsbət qarşılayıram. Amma onun tətbiqində əgər problemlər yaşanırsa, bir balaca bunun üzərində işləyib tam saz vəziyyətdə belə deyək də, sazlanandan sonra insanların ondan istifadəsini təmin etmək məncə məqsəd uyğun olardı. Əks halda əlbəttə vətəndaş da problem yaşayır. Məsələ ilə bağlı üz tutduq elektron sənəd formasını birgə tətbiq eləyən Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə. Aidiyyatı qurumlardan bildirildi ki, əvvəla prosesin vahid elektron reyestrdə birləşdirilməsində məqsəd vaxt itkisinin azaldılması, o cümlədən sığortaçıların xərclərinin azaldılması və bu sahədə şəffaflığın təmin edilməsidir. Analıq, məzuniyyəti ayrılmış şəxslər və qeyd etdiyim kimi xəstələnən və müvəqqəti sağlamlığını itirən şəxslərin də belə deyək, iş yerindən müvəqqəti ayrılmasını və bunun müqabilində ona ayrılacaq həmin müavinətin təmin olunması məqsədi ilə yaradılan bütün sənədlər bura daxildir. Proses biraz uzun mərhələli şəkildə gedirdi. Məlumdur ki, kağız daşıyıcıda olduğu üçün kağız daşıyıcılarında zədələnməsi, itirilməsi və məsuliyyət yükləyən digər məsələlər olduğu üçün hazırda elektron formatda olması yalnız vətəndaşın belə deyək xeyrinədir. Xəstəlik vərəqələrinin tibb müəssisələri tərəfindən elektron sənəd formasında tərtib edilərək Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürülməsi işləri tam başa çatdıqdan sonra əmək qabiliyyətinin müvəqqəti itirməsinə və hamiləlik və doğuma görə müavinətləri almaq üçün vətəndaşların kağız daşıyıcıda xəstəlik vərəqəsini tibb müəssisəsindən əldə etməsinə ehtiyac qalmayacaq. Bu da vətəndaşlara qeyd olunan müavinətlərin daha qısa müddətdə ödənilməsinə gətirib çıxaracaq. O ki qaldı hazırda elektron bülleten ala bilməyən vətəndaşlara. Hazırda proses yeni olduğu üçün təbii ki, bütün böyük bir sistemlər yeni kağız daşıyıcıdan elektron formaya, rəqəmsal formaya keçid etdiyi üçün proses uzun müddətli bir prosesdir və onun hazırda ilkin mərhələsi başlanılıb və hazırki mərhələdə vətəndaş aidiyyatı üzrə müraciət etdiyi tibb müəssisəsindən əgər elektron şəkildə əldə edə bilmirsə, onu kağız daşıyıcıda da əldə edə bilər. Yəni, hal-hazırda, hazırki mərhələ üçün müvəqqəti olaraq kağız daşıyıcıda onun əldə etməsi mümkündür. Qeyd eləyək ki, tətbiq bütün tibb müəssisələrini və sənədləri əhatə elədikdən sonra artıq kağız daşıyıcılar tamamilə ləğv ediləcək.